Bu İran kadınıdır. İranlıdır. Arina Ahmedyani. Arina Ahmedyani 20 yanvar İran 20 yanvarından danışır. Bu Saddam Hüseyin'dir, onu birazdan. Deməli, Arinanın deməyi ilə özü danışır. Deyir, mən əslində köklü Fars qadınıyam, Fars millətinin nümayəndəsiyəm. Etirafını bildirir ki, əvvəl o müharibədən əvvəlki 20 yanvarda hadisələrdən etiraz vaxtı, etirazda Xameyni 46 mindən çox cavan uşaqları onlara qarşı soyqırım törətdi. Yəni demək olar ki, İran yanvarı, qara yanvar. Yəni Xameyni 46 mini hardasa 5-10 günə yanvar ayında deməli Türk xalqına qarşı soyqırım törədi. Müharibə başlayanda deyir ki, müharibə başladı, deməli İsraillə Amerika raketləri atanda deyir İranda bayram edirdilər. Bütün İran xalqı bayram edirdi, sevinirdilər. Yəni o günahsız adamları Xameyni öldürübsə, sevinirdilər ki, nə yaxşı Xameyni öldü, bayram edirdilər. Bu özü danışır və onu qulaq asmağa məsləhət görürəm, onu qulaq asasınız. Bugün də bayram edirlər ki, Amerikaya qalib gəliblər, sevinirlər və bizim bu deməli Farsın nökərləridir, bilmirəm, fransız nökərləridir bunlar. Sevinirlər ki, deməli Fars dövləti yaranacaq. Bu Ağa Seyid Fars dövləti yaradır. Bu Fars dövləti yaransın özləri üçün. Ancaq Azərbaycanda işləri olmasın. Azərbaycan müstəqil dövlət olsun özünə. Necə müstəqil vaxtilə müstəqil idi, bu olmalıdır. Amma onu Amerikaya başa saldılar ki, olmaz. Fransızlar özləri gətirib bunları. Bilirsiniz, hakimiyyətə fransızlar gətirib, ona görə də 25-ci ildə necə gəliblər, başlarını kəsiblər Türklərin başına. O əskər hansı ki özünü şah elan edib, Qacar və istəmirlər ki, Böyük Azərbaycan yenidən qayıtsın. Başa düşdünüz da. Hər şey, bu bütün raketlər də, hamısı da o Bakının başında və İstanbulun, Ankaranın başında partlayacaqmış. Onu da indi necə oldu, bu Tanrının yəqin məsləhəti ilə oldu. İranın başında partladı və bunlar biraz fransızlar istədilər özləri Xocayn kimi aparırlar. Ama fransızlar dedilər, bizim köpəksiniz siz. Kimsiniz? Biz sizi gətirmişik ora. Necə Rusları, Türklər özləri gətirdi, Avropalıların əli ilə Rusiya Türk torpağında yarandı. Bunu da fransızlar Türk torpağında Fars hakimiyyəti yaradı. Və ermənilər də necə Türk torpağında Rusun əli ilə gəlib dövlət yaradıb. Türk torpağında da, yəni. Bilirsiniz, bu üç xalqlar elə belə Türk torpağına hədər ilə gətirmir, yəni Türkü məhv etmək üçün. Bu da düzdür, Saddam Hüseyindir, bu da bir yaramazın birisidir, deyim sizə. Bu deyir ki, İran məni satdı. İran satmalıydı da, neynəməlidir ki? İran həmişə satqın olub da. Və hamını satır. Hələ fransızları da satacaq. Bugün, yəni İranda niyə bayram edirlər? Birinci nüvə silahını əldə edirlər. Yəni o ki, bu dəqiqə
danışıqlar gedir, uzadılır. Hamısı bilirsiniz o nüvə silahı. Necə Koreya ilə danışıqlar Koreya əldə elədi. İndi bunlar yavaş-yavaş orada az qalıb. Yəni baxarsınız bu yaxınlarda nüvə silahı onu yəni göstərəcəklər. Yəni onu fransızlar orada icad eləyir də, fransızlar işləyirlər, alimlər. Və bayram nədir bugün? O bayramı bütün Təbrizli, Türk şəhərlərdə, İran, Tehran özündə, yəni İranın bütün əhalisini silahla, güclə yəni çıxardırlar bayra ki, çıxın bayram edin. Bilirsiniz da, silahın gücünə. Yəni çıxmasalar bütün uşaqlarını zorlurlar gözünün qabağında. İşgəncə verirlər, kim çıxmaz. Kimə işgəncə versələr o tabi olmaz dövlətə. Kimə deyə bilərsən, işgəncə verirsən, dözə bilərsən, yox. İndi ona görə də çıxır, orada analar var, çıxırlar uşaqların gözünə. Bunlar, o ermənilər İrəvanda deyirdi ki, bu Qaxbi dağlar da, bax bu ailə Pəhləvi ailəsi də ölüləri zorlayırmışlar. Türk ölülərini, meyitlərini zorlamış. Bax bu alçaq gəlib Qacarı, bu atasıdır da bunun, 25-ci ildə bu əskər dünyada gör necə barışıblar ki, biri sual vermir ki, bu alçaq sual vermir də. Bax bu satqın, bu satqını özünü Seyid deyir. Sevinir ki, dövlət yaranır, şiit belə gəldi. Şiitlər, şiələr deməli, tutub Türk Azərbaycanlıların qızlarını, ölülərini zorlayırlar, gedib onlara deyir, müsəlmandır. Kül başına sən. Bunlar, bu bir dənə sual verir ki, ay kişi, sən ölüləri, Türk ölülərini niyə zorlayırsan? Niyə hakimiyyətə gəldin, Qacarı öldürdün? Sual veribdi. Bu sual veribdi. Buna sual verib ki, bu Pəhləvi ailəsi, krallar, ay alçaqlar. Bu videoları kimsə bunlara çatdırsın da, bunlara çatdırsın, bir çıxaq da bunları görüm, sifətlərinə deyim. Bunları, bu videonu göndərin bunlara. Videonu göndərin, bu fransız tulasına bir çıxsın. Bax, bu qədər, yəni çatdırmıram deməyə. Yəni gördünüz o xanımı, hansı ki o xanımı özünüz də izləyin, baxın, görün ki, nə qədər real bu adam şəhid olub. Şəhid olub bu 20 yanvar hadisəsində. İran 20 yanvarında. Bax bunu baxa bilərsiniz.